Cənab Prezident, sizdən xahiş edirəm bir ana kimi. Mətbuat vasitəsilə Azərbaycan prezidentinə və 1-ci xanım Mehriban Əliyevaya müraciət edən Səfərova Saadət Soltanəli qızı bildirir ki, oğlu Səfərov Elşad ailə üzvlərinin bütün əmlaklarını pul vəsaitinə çevirərək Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində bina tikintisi ilə məşğul olan Vətən 2022 MMC-yə yatırım etdikləri vəsaitin sayəsində təsirlik payının 25%-ni rəsmi qaydada əldə etsələr də, amma çox təəssüflər olsun ki, binanın tikintisi başa çatandan sonra özünü Vətən 2022 MMC-nin direktoru elan edən Məmmədov Xalid Sahiboğlu onları qanunsuz olaraq təsirlikdən kənarlaşdırmağa çalışdığını və eyni zamanda da Səfərov Elşad Aydınoğlunu təhdid edərək ona hədə-qorxu gəldiyini bildirir. Səfərova Saadət Soltanəli qızı, Cənab Prezidentimiz İlham Əliyev, Vitse-Prezidenti Mehriban Əliyeva, Xalid Məmmədov öz bahçəsi ilə, dostları ilə, nə bilim şərikləri ilə mənim uşağımı tutturdu. Gedirəm mənim payımdan ver, bir-iki dənə ev satım, deyirsən burada heç yön yoxdur. Cənab Prezident, bu nə olan şeydir? Harada gedirəm, deyirlər heç yön yoxdur orada. Amma şərbab da, bu da bizim qoyduğumuz vəsait. Bax, Cənab Prezident, Mehriban xanım, sizdən mən yardım istəyirəm, xahiş edirəm, baxasınız, yoxlatdırasınız. Bax, məhkəmə kağızlarında da udmuşuq, baxan yoxdur. Niyə? Niyə? Xalid kimdir ki? O da o pulu qoyub, mən də. Düz o 50% olub, mən 25%. 25% faizı yox. Amma Xalid Məmmədov deyir ki, mənim oğluma, sənin gözləri bıçaqla varam, təhsil edən çıqqına. Niyə? Səbəb nədir? Hədə qorxu ilə bu mülkü əlimdən almaq olar. Evlərimi bank alıb, bankımı bunu eləmişəm, ora qoymuşam. Bu Xalid Məmmədov, Qocayev Rafi. Axırı ikisi birləşdi, mənim uşağımı tutturdu. Amma özü hədə qorxu gəlirdi Xalid Məmmədov. Bu da bunun baş səs yazıları. Xahiş edirəm, bu söhbətə siz özünüzü qarşılasınız. Sizdən dönə-dönə üzr istəyirəm. Bu yaşımda mən televizora çıxıram, xalqın qabağına çıxıram. Mənim payımı da alsın, versin özü. Haçan gedirəm, deyir, yoxdur. Heç nə yoxdur, sizə heç nə vermirəm. Niyə? Səbəb nədir? Elə eləmin ki, bütün balasçılıqlar başqa cür olsun. Sizcə təhsil payından çıx. Var yoxuna nələt, baxmaram onu, gözlərini bıçaqla uğur çıxardaram. Bax, səsimi də yaz. Elə eləmin ki, əlimdən qan çıxsın. Qızmısınız, qalmışsınız canlı. Sən payınız kimi, sana pay verməyəcəm. Sabah polisin onu tutturaram. Eşat, sənin bütün həyatını bağlayacağım. Belə şey olmaz, 16 nəfər ailəyəm, yetimdar qadına. Niyə mənim uşağım tutulurdu? Səbəb nə idi? Xahiş edirəm. Cənab Prezidentimiz bu məsələlərə aydınlıq versin. Bir dənə ümidim ona qalıb, bir də Mehriban xanıma qalıb. Başqa heç kimə inamım qalmayıb. Çağırırlar, aparır puldan verir, gəlir oturur. Mən nə verim? Mənim heç nəyim yoxdur. Allahın adakı bu evdə bankdadır. Lizin bankda 27-sində boşaldırlar. Mən neyim? Allah rəhmət eləsin Ulu Öndər Heydər babamızı. Allah rəhmət eləsin. Yeri cənnət məkan olsun. O vaxtı götürdü belə dəlazuzları yığışdırdı. Yenə indi peydə çıxıblar. Niyə? Yetimdarı öldürməlidirlər, qadını öldürməlidirlər. Evlərim çıxıb, nətər çıxıb, qoymuşuq ora sərmayəni, bank alıb əlimdən. Vermədi payımı. Hamı yaşayır içində. Hamısı toy eləyib gəlin gətirir. Mənim payımı vermədi. Xahiş edirəm, siz buna əncam çəkəsiniz. Bu evdə, Lizi bankdadır. 27-si icraçılar gəlib boşaldır. Belə haqsızlıq olmaz. Əlbəttə versəydi evimdən, satıb bağlayardım da. Cənab Prezident, sizdən xahiş edirəm bir ana kimi. Onlara sual verən olsun ki, sən onun oğlunu niyə tutturmuşsan? Sahibkar idi ona görə. Deyir, gözləri bıçaqla varab, sən sahibkarlıqdan çıx. Səbəb nədir? 25%-ə deyir, qol çək, mən səni bıraxdırıb. Rafi ilə birləşdiyi, şikayətə elətdirəni Rafi gördü, rolda Rafi idi, amma Xalid elətdirdi. Buradan əl çəksinlər. Mən də əl çəkən deyiləm. Ya öləcəm, ya özümü orada yandıracaq, mən payımı alacaq.